Belə bir biabırçılıq hələ görülməyib. Azalın Türkiyədən Bakıya 13:20-də uçacaq təyyarəsi qalıb. Təyyarədə nasazlıq var deyə gecə saat 1-də qalmışıq. İnsanlara dəqiq məlumat verilmir. Deyilmir, uçacaq ya yox. Güya Azərbaycandan usta göndərilib ki, problem aradan qaldırılsın. 12 saatdır insanlar burada qalıb. Azərbaycan tərəfindən bir nümayəndə də yoxdur ki, məlumat verirsin. Konkret.az axşam.aza istinadən məlumat verir ki, bu sözləri aktyor Azər Axşam yayımladığı videoda bildirib. Aktyor İstanbuldan Bakıya qayıdarkən təyyarənin gecikdiyini, hava limanında qaldıqlarını söyləyib. O deyib ki, 12 saat hava limanında gözləsələr də Azal Hava Yollarının heç bir nümayəndəsi onlara məlumat verməyib. Kimsə bizə yaxınlaşmır, deyilmir, uçacaq ya yox. Nə baş verəcək? Belə bir rəzilliklə hələ rastlaşmamışdım. Bu Azal üçün böyük bir mənfidir. Gələcəkdə bu münasibətə görə insanlar bileti Azaldan yox, başqa şirkətdən alacaqlar. Çox böyük diqqətsizlik, biganəlik var. Bu qədər insan toplaşıb. Türkiyə Hava Limanının işçiləri buradadır. Azalın bir əməkdaşı belə gəlmir. Bizi bir qapıdan o birinə, o birindən başqasına göndərirlər ki, 1 saata, 2 saata uçacaq. Beləcə 12 saat keçib. Bu gecikməyə insanlara yaşatdığına görə Azal təzminat ödəməlidir. Hansısa problem yarana bilər, amma kimsə gəlib insanlarla əlaqə yaradıb izah etməlidir. Başqa təyyarə göndərilməlidir.